Bağışlayan və mehriban Allahın adıyla salamlayıram hər birinizi Ramazan ayının 4-cü günündə. Xoş gördük bir daha. Elhamdülillah ki, bugün də sizin xidmətinizdəyəm yeni bir ayəmizlə. Quran-ı Kərim o qədər gözəl və dərin mənalı ayələrlə doludur ki, bunların hər birinə biz Ramazan ayında və yaxud həftənin hər hansısa bir günündə vaxt ayırsaq, çox şey əldə etmiş olarıq. Çalışaq ki, öz gündəlik proqramımızda mütləq və mütləq Quran tərcüməsinə yer ayıraq. Yəni, təcvidlə tilavət etdiyimiz kimi, öz dünyadan köçənlərimizə hədiyyə etdiyimiz kimi, eyni zamanda Quranın tərcüməsinə də, təfəkkürünə də vaxt ayıraq. Bugün yenə gözəl bir ayə ilə sizin qarşınızdayım. Ali İmran surəsi ayə 159, hansı ki, düşünürəm ki, bugünkü zamanda bizim cəmiyyətimizdə bu ayədə qeyd olunan nöqtələrə çox ehtiyac var. Allah təbarək və Teala belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Fəbimə rəhmətin minəllahi lintələhum və ləv kuntə fəzzən qalizəl qalbi lənfəddu min həvlik. Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla, yəni öz ümmətinlə mülayim oldun. Və əgər qaba, yəni kobud və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar, yəni pərakəndə olardılar. Bu gözəl ayədə Allah Teala Peyğəmbərə buyurur ki, yəni Allahın rəhməti sayəsində sənin xoş əxlaqın oldu, yaxşı əxlaqın oldu, mülayim oldun və əgər sən kobud insan olsaydın, qaba insan olsaydın və daşürəkli olsaydın, onlar sənin, yəni ümmət sənin ətrafından parçalanardı. Sözsüz ki, İslamla düşmənçilik edən şəxsləri kənara qoymaq şərti ilə, bəli, mülayimlik və xoş əxlaq və geniş ürəklilik, geniş qəlbli olmaq həqiqətən də insanların bizim ətrafımızda toplaşmasına, məhəbbətini əldə etməmizə səbəb olur. Siz diqqət yetirin ki, burada Peyğəmbərin gözəl bir xüsusiyyətinə işarə olunur. Allah Teala deyir ki, bu Allahın rəhmətidir ki, sənə mülayimlik veribdir. Yəni, mülayim olmaq Allahın rəhmətidir həqiqətən də. Və əgər hər kim Allahın rəhmətini əldə etmək istəyirsə, məhz bu mülayimliyi özündə məşq etməli və özündə toplamalıdır. İstər danışıqda, istər rəftarda, istər düşüncədə insanlarla mülayim və insafla rəftar etmək lazımdır. Əgər istəyiriksə insanlar bizi sevsin, bizim ətrafımıza toplaşsın, onlarla mülayim və mehriban şəkildə davranmalıyıq. Baxın, burada İslamın dəyər verdiyi fəzilətli bir sifətə işarə olunur. Eyni zamanda da Allah Teala ayədə, necə ki, əxlaqi bəhslərdə və əxlaq elmində biz görürük ki, bütün bəhslərdə fəzilətli sifətləri saydığı zaman yanında rəzil sifəti də sayır. Və yaxud rəzil sifəti saydığı zaman yanında fəzilətli sifət də gətirir ki, hansı ki, onu müalicə edə bilər. Və ayədə də eyni ilə bu qayda ilə rəzil sifəti də gətirir ki, yəni qaba olmaq, daşürəkli olmaq insanların ətrafımızdan pərakəndə olmasına, nifrətinə səbəb olur. Bəs deməli, müsəlman və mömin bəndə mütləq və mütləq öz əxlaqı üzərində çalışmalıdır. Necə ki, hətta Peyğəmbərin səhabələri sırasında cihada gedən, döyüşlərdə iştirak edən, Peyğəmbərin itaətində, Allahın itaətində olan şəxslər olur ki, dünyasını dəyişdikdən sonra ətrafdakı insanlar onu dəfn edən zaman görürlər ki, Peyğəmbər çox çalışır, çox istiğfar və dua edir həmin bu şəxs üçün. Və cavab soruşurlar ki, bəs bu çox yaxşı insan idi, İslama xidmət göstərirdi. Bəs nə üçün bu qədər siz bunun üçün nigaransınız? Peyğəmbər cavabında deyir ki, o sizə elə gəlir ki, o Allahın rəhmətinə şamil olub. O çöldə nə qədər yaxşı davranırdısa, evdə bir o qədər tünd əxlaqlı idi. Yəni, ailəsi ilə rəftarı xoş deyil idi, yaxşı deyil idi. İslamın ən çox təkid elədiyi xüsusiyyətlərdən biri əxlaqi dəyərlərdən çox gözəl xüsusiyyət və hansı ki, Peyğəmbərimiz və imamlarımız bu xüsusiyyətə sahib idi və malik idi. Məhz mülayimlik və xoş əxlaqlıq idi. Yəni, yumşaq rəftar, yumşaq danışıq
və yumuşaq düşüncə insanlara nisbətdə. Suizənlə düşünməmək, hüsnüzənlə düşünmək və hüsnüzənlə düşünmək özü səbəb olur ki, insan məhz insanlarla yaxşı davransın, mülayim davransın. Nə zaman insanlar kobudluq eləyirlər, o zaman ki, onların zehnində həqiqətən də insanlar haqqında yaxşı düşüncələr formalaşmır. Baxın, İslam ədəbə çox önəm verir. Biz ədəb barəsində müxtəlif bəhslərdə çox danışmışıq və hətta ədəb barəsində qeyd olunur ki, əgər bilsəz ki, sizin ömrünüzün sonuna 2 gün qalıb, İmam Sadiqdən olan hədisdə 2 gün qalsa ömrünüzün sonuna, desələr ki, sizin ömrünüzün sonuna 2 gün qalıb, siz onun bir gününü ədəb öyrənməyə çalışın. Və İslam ictimai əlaqələrə, insanlarla rəftara çox önəm verdiyi üçün məhz burada da bu şeyə diqqət edir və işarə edir. Və ədəb həqiqətən də böyük bir sərvətdir, tükənməz bir sərvətdir. Hər kimin ədəbi və əxlaqı çox gözəl olarsa, istər-istəməz o hara getsə, sözü də eşidiləcək, ona hörmət də olunacaq, insanların da məhəbbətini əldə edəcək. Və Allah bizə bu ayədə məhz bunu işarə edir və Peyğəmbərin bir xüsusiyyəti kimi çatdırır. Peyğəmbər də bizim üçün ən böyük örnəkdir, ən yaxşı örnəkdir. Keçən dəfələrdə də biz qeyd etdik. Bəs deməli biz Peyğəmbərimizi örnək götürərək mülayim əxlaqı özümüzdə yetişdirməliyik. Mülayim rəftarı yetişdirməliyik, istər danışıqda olsun və digər yerlərdə də biz əgər ayələrə diqqət yetirsək, görəcəyik ki, digər bir ayədə Allah təbarək və Teala Musa əleyhissalama buyurur ki, sən get Fironu mənim yoluma dəvət elə, amma nə şəkildə danış ondan? Yumuşaq şəkildə danış, gözəl şəkildə danış ondan. Quran ayəsində buyurulur. Və bu özü işarə edir ki, əgər Firon, yəni biz tanıdığımız zalimların içində tarix boyu, hətta Quranda belə yəni ibrətdir bütün belə deyək ki, zalimlar üçün aqibətinin necə bitməsi və onun rəftarları, hətta Allahlıq iddiasında olması. Naziyyat surəsində necə ki, Firon vurğulayır ki, Ənə Rəbbukumul Əla, mən sizin uca Allahınızam. Hətta onunla belə mülayim danışığa Allah Teala dəvət edir. Yəni, əgər bir yola dəvət edirsə kimisə, istəyirsə ki, İslamı sevsinlər, yəni Əhl-i Beyti sevsinlər, əlbəttə bu nöqtəni nəzərinizə çatdırım ki, söhbət proqramlı şəkildə məhz yəni İslamla düşmənçilik etməyən şəxslərdən gedir. Onlar, Firon da düzdür, Allah yolu ilə düşmənçilik edirdi və tək olan, bir olan Allahla düşmənçilik edirdi. Amma ilk dəvətə ki, Allah Teala onu dəvət edir ki, Musanı göndərir ki, getsin, onu dəvət eləsin. İlk dəvətdə deyir ki, onunla mülayim danış. Bəs deməli, biz bunlardan nəticə əldə etməliyik və özümüzdə mülayimliyi formalaşdırmalıyıq. İstər ailə daxilində olsun, istər ətrafımızdakı olan qonşular, dostlar, qohumlarla olsun, istər cəmiyyətə çıxıb rastlaşdığımız digər insanlarla olsun, əlbəttə bir nöqtəni də nəzərinizə çatdırım ki, qadınlara, yəni xanımlara naməhrəm önündə mülayimlik düzgün hesab olunmur. Əlbəttə, qadınlar gərək naməhrəm önündə mülayim danışığa, mülayim əxlaqa çox da diqqət etməsinlər və ciddi olmaqları daha məqsədə uyğundur və Allahın dininin şəriətinə uyğundur. Bəs biz bu ayədən bu nəticəni əldə etdik ki, əgər istəyiriksə insanlar bizim sevsinlər, insanlar ətrafımıza toplaşsınlar, hansısa bir işləri görək bahəm, rəğbət və məhəbbət qazanaq, bəs deməli xasiyyətimizdə mülayimliyi əldə etməliyik. Amma biz bugün cəmiyyətimizdə görürük ki, insanlar bir-birindən tünd danışıqla, aqressiv danışıqla rəftar edirlər. Səmimiyyət yoxdur, quru münasibət bəsləyirlər bir-birlərinə, hətta qohumluq əlaqələrində, hətta ailə daxilində. Və ikinci nöqtə budur ki, kobudluq və daşürəklilik səbəb olur ki, insan, yəni insanların nifrətini qazansın və ondan uzaqlaşsınlar. Bu nöqtəyə diqqət yetirməliyik. Allah bizi mülayim xasiyyətə və xüsusiyyətə dəvət edir və amma buna əməl etmək üçün nə etməliyik? Hədislərdə gəlib ki, hər hansı bir dəstəyə insan özünü bənzətsə,
yəni hər hansı dəstəklə olmaq istəsə, ona bənzətsə, bəs deməli həmin dəstədən hesab olunur. Əgər bizdə bu xüsusiyyət yoxdursa, ən azından biz Allaha xatir niyyət edək, məhz elə bu mübarək ayda özümüzü mülayim olmağa məşq elətdirək. Təkrar mülayim olmağa məşq elətdirək. Özümüzü ələ almağı öyrənək və əxlaqımızı yumuşaq göstərməyə çalışaq ən azından və yavaş-yavaş özümüzü əgər mülayim olaraq göstərməyə çalışsaq, o zaman bizdə bu xüsusiyyət sözsüz ki, zamanla əldə olunacaq. Amma diqqətinizdə olsun ki, niyyət insanları aldatmaq, insanlara rol oynamaq yox, məhz Allaha xatir bu xüsusiyyəti özümüzdə kəsb etməkdir və Allahın razılığını əldə etməkdir. Bugünlük bu ayə barəsində mən kifayətlənirəm. İnşallah ki, sabahki gündə görüşmək ümidi ilə sizi Allaha əmanət edirəm. Allah dua və ibadətlərinizi qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.